Yəqin siz də bu videonu gördünüz, fotolar gördünüz. Heydər Əliyev adına fondun vitse-prezidenti, İdeya İctimai Birliğinin təsisçisi və rəhbəri Leyla Əliyeva Göygölə gedib. Orada maraqlı görüntülər, çox maraqlı fotolar baxır, nə bilim kənardan uzaqdan o görünən təbiəti seyr edir. Belə ayaqlarına, indi yay olsaydı təbii ki ayaqlarını suya qoyardı, belə əyləşir, belə. Hamısı görünür də, çox maraqlıdır. Məsələn, bu təqdirə layiqdir ki, bizim Leyla xanım gedib orada çəkiliş edibdir, fotolar çəkib göstərir. Azından məsələn mən çox istəyərdim ki, gedim Göygöldə olum, amma gedə bilmirəm. Amma bilirsiniz mən bunu niyə dedim? Bizim bəzi qadınlarımız var da, qadınlarımız var. Danışanda puldan danışırlar. Pul, həcdən danışırlar. Həci belə, nə bilim Məşədi belə, Kərbəlayı belə, əzizlərim. Ən çox mən musiqidə olan, show biznesdə olan, show biznes camiəsində olan arvadlar var, görməmiş, sonradan kişi tapırlar, kişinin ailəsini dağıdırlar, onun əlindən pul alırlar, nə bilim əyinlərində şuba, nə bilim nə özlərini göstərə, rulun arxasında otururlar, yerə düşürlər, nə bilim minirlər, qızılları belə sallanır, zinət əşyaları filan, qulaqlarından, sinələrindən. Çatan kimi də hansı rayona gedən kimi otururlar restoranda ya kafedə, qabaqlarında küftə, bozbaş, əllərini basırlar küftə bozbaşın içinə. Nə bilim, noxud üstlərinə düşür, sarı rəng qalır. Çox görmüşüm, müşahidə etmişəm. Azından. Ya da ki, azından bu qadından öyrənin, bu xanımdan öyrənin. Bu xanıma baxın, alicənablığına baxın, xanımlığına baxın, xatunluğuna baxın. Etməyin bu görməmişliyi. Ya da maşında gedə-gedə mütləq bir dənə həci tapıb, əlini qoyacaq kişinin əlinin üstünə. Ya məcbur edəcək o tükülü, iyrənc kişi əli bunun əlinin üstündə. Kiməsə acıq verəcək. Etməyin bunları. Elə hərəkətlər edin ki, nümunə olun, əzizlərim. Məhz Leyla xanım görürsünüz, nümunədir. Bütün onun nə edirsə, qadınlar öyrənin. Yığışdırın görməmişliyinizi, nə bilim, əxlaqsızlığınızı, nə bilim, çox şeyləri demək istəyərəm də, çox şeyləri. Örnək olan insanlardan, qadınlardan öyrənin. Məhz show biznesdə olan arvadlar, həci oğurlayan arvadlar.